Gəlin görək siz nə yemisiniz, nə içmisiniz. Mənə əsas birinci evə girən kimi uşaqların bir ac olub, tox olmağı maraqlıdır. Xaladenik bomboşdur. Nə yemisiniz ay qaqa? Bu günləri nə yemisiniz, nə bişirin mama sizə? Bu günləri ancaq şor. Şor yemisiniz? Bəli, Bir dənə bunu yemisiniz. bəli. Sən də? Hamımız, Hamınız şor yemisiniz bu günləri. bəli. Dəhşət. İndi orada sual versəm bəlkə bu günləri neçə cür kabab yeyiblər, özləri də bilmirlər. Amma görsən nə vəziyyətlər var. Elə o vəziyyətdə neçə gündür uşaqlar deyim, pis vəziyyətdədirlər. Özüm də utanıram. Məndən yemək istəyirlər. Allahım olsun, utanıram. Özür istəyirəm. Bilmirəm neyimiyim, Allahım olsun. Məni tanıyan bilir ki, mən uşaqlar üçün necə olmuşam, necə ana olmuşam, amma çıxılmaz vəziyyətdə qalmışam. Yeməmişəm, yedizdirmişəm, içməmişəm, içizdirmişəm ki, uşaqlarımın məydəsi tox olsun. Amma gördüm ki, yəni mümkündür, sizə müraciət elədim. Gəlin yanıma, siz də gəlin. Siz dediniz ki, bu günləri bu şordan başqa heç nə yeməmişsiniz, düzdür? Əmin sizə pul verir. Gedin, ürəyiz neçə şiş istəyir, kabab alın yiyin, yaxşı? Ürəyiz nə qədər istəyir, kabab alın, tort alın, tips alın yiyin, götür. Götür, sənə verin. Sən içlərində böyüsənsən? Bu böyükdür. Ver böyük bacıva. Yaxşı. Bunu da aparın verin anavıza, evin kirayəsine. Yaxşı, yenə verəcəm. Yenə kömək eləyəcəm. 200 orada verdim, xanım, bu da mənim, yəni gücüm çatan budur, 150 də belə verirəm. Allah razı olsun, sağ olun. İnşallah az da olsa problemimiz həll olmuş olar. Mesela hal-hazırda Neftçilərdəyəm, bina evlərində, Neftçilər metrosunun yanında çox pis vəziyyətdə olduqlarını dedilər mənə. Kiraya hal-hazırda evdən onları atdıqlarını, kirayan verməsələr çölə atacaqlarını dedilər. Nə qədər kira versiniz bura? 400 manat, amma verə bilmirəm da, dünəndən sizə də müraciət eləyirəm. Bunlar oxuyurlar, Bəli. məktəbə gedirlər. Bəli. Haralısınız əslən? Biz Ağsulu. Yoldaşınız sizə onda belə çıxır ki, Yoldaşım valla 10-15 gündən bir, 20 gündən bir gəlir, amma o mənə heç bir, yəni maddi olaraq köməyi dəymir.